Salam dostlar, bu videoda OSI modelinə aid olan sualların 5-ci hissəsini izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Aşağıdakılardan hansı presentation layer'ə aid deyil? Doğru cavab D variantı flow control. Encryption, compression və data translation OSI modelinin presentation layer'ına aiddir. Flow control isə OSI modelinin 4-cü layer olan transport layer'ə aiddir. Keçək növbəti suala. 2 nömrəli sual. Aşağıdakı cihazlardan hansı fizikal layer'də işləyir? Doğru cavab C variantı hub. Hub OSI modelinin 1-ci layer olan fizikal layer'də işləyir. Keçək növbəti suala. 3 nömrəli sual. Aşağıdakılardan hansı OSI modelinin 2-ci layerinə aiddir? Doğru cavab C variantı MAC adres. MAC adreslər OSI modelinin 2-ci layer olan data link layer'də istifadə olunur. Keçək növbəti suala. 4 nömrəli sual. Aşağıdakılardan hansı data link layer'in funksiyası deyil? Doğru cavab D variantı root selection. Framing, MAC addressing və error detection OSI modelinin 2-ci layer olan data link layer'in funksiyasıdır. Root selection isə OSI modelinin 3-cü layer olan network layer'in funksiyasıdır. 5 nömrəli sual. Datanın kiçik hissələrə bölünməsi və qarşı tərəfdə yenidən bir yerə toplanması OSI modelinin neçənci layerinə aiddir? Doğru cavab C variantı transport layer. Datanın segmentlərə bölünməsi və qarşı tərəfdə həmin segmentlərin bir yerə toplanılması OSI modelinin 4-cü layer olan transport layerə aiddir. Keçək növbəti suala. 6 nömrəli sual. TCP segmenti itərsə nə baş verər? Doğru cavab C variantı. Göndərən tərəfdə həmin segment yenidən göndərilər. Güvənli communication üçün TCP itmiş segmentləri yenidən göndərir. Keçək növbəti suala. 7 nömrəli sual. Aşağıdakılardan hansında əsasən UDP-dən istifadə olunur? Doğru cavab C variantı video streaming. Video streamingdə əsasən UDP-dən istifadə olunur. File transfer, e-mail, HTTPS-də isə əsasən TCP-dən istifadə olunur. Datanın sürətli çatması güvənli çatmasından vacib olduğu hallarda UDP-dən istifadə olunur. 8 nömrəli sual. UDP TCP-dən niyə sürətlidir? Doğru cavab B variantı. UDP-də connectionlar qurulmur və acknowledgementlərdən istifadə edilmir. Connection qurulmadığı üçün və acknowledgementlərin olmadığı üçün UDP TCP ilə müqayisədə daha az yükə sahibdir. Keçək növbəti suala. 9 nömrəli sual. OSI modelinin hansı layeri fərqli şəbəkələr arasında routingdən cavabdehdir? Doğru cavab B variantı network layer. Network layer routing və ən yaxşı yolun seçilməsinə cavabdehdir. Keçək növbəti suala. 10 nömrəli sual. Network layer'də PDO necə adlanır? Doğru cavab D variantı paket. OSI modelinin 3-cü layer olan network layer'də PDO'lar paket adlanır. OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Video sizin üçün faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.